Bugün biz hansı ki uşaq bağçalarında aplikasiya fəaliyyətinin tədrisi metodikasını öyrənirik. Rəsmi öyrəndik, ardınca aplikasiya gəlir. Aplikasiya birləşdirmə deməkdir. Müxtəlif formaların uyğun fon üzərində bədii tərtibatda yerləşdirilməsi kimi də başa düşə bilərsiniz. Hansı ki müxtəlif xalqların məişətlər, geyimdir, əşyadır, evlərin tərtibatıdır, belə tətbiq oluna bilir. Yəni birləşdirməklə. Fon kimi kardon, qalın kağız, taxta seçə bilərik. Yəni hər hansısa bir fon hazırlamaqdan ötürü hər hansısa bir rəngli kardondan da, qalın kağızdan da, taxtadan da istifadə oluna bilir aplikasiyada. Aplikasiya məşğələləri üçün başda bir çox vəsaitlərdən, hansı ki kağızdır, əksər hallarda parçaların qırıqlarıdır, qırıntılarıdır, kardondur, saman çöpüdür, qurudulmuş hər hansısa bir ağacın yarpaqları ola bilər, güllərin ləçəkləri ola bilər və yaxud da hər hansısa bir tərəvəzin toxumlarından, misal üçün, misal nəyə göstərə bilərəm? Mərcidən, qırmızı mərcidən də istifadə olunur bəzən. Bunun kimi, yəni tərəvəzlərin toxumundan da istifadə oluna bilir. Uşaq aplikasiya fəaliyyətini iş texnikasını yiyələnməklə yanaşı, görüləcək işi öncədən planlaşdırmaq, onun üçün lazımi materialı seçmək, işə nəzarət etmək və qiymətləndirmənin bilik bacarığı əldə olunur. Aplikasiya ikinci, bax görürsünüz, birinci kiçik qrupun adını çəkmədim. Birbaşa ikinci kiçik qrupundan başladı aplikasiya, yəni böyük qrup 2-3 yaşından etibarən aplikasiya ilə məşğul olurlar. Aplikasiya məşğələsi ikinci kiçik qrupdan başlayır. Bu yaşda dövrün xüsusiyyətlərini nəzərə alaraq qayçı onlara verilmir. Bütün fiqurlar onlara hazır vəziyyətdə verilir və rəngli kağızlar əl ilə cıraraq hazırlanır. Yəni qayçı burada olmadığına görə uşaqlar hər hansısa bir kağızdan olan fiqurları əl ilə cırırlar. Məşğələyə hazırlıq zamanı əşyaya toxunaraq, baxaraq təhlil olunur. Misal üçün, uşaqlar öyrənəcək bir top yumrudursa, hamardırsa, iki rənglidirsə, yarısı sarı, yarısı qırmızıdırsa, bunu toxunaraq hiss eləyirlər. Aplikasiya zamanı rahatlıqda iki yarım dairəni yapışdırıb top hazırlayacaqlar. Yəni kağızdan kəsilmiş və yaxud da hər hansısa bir şeydən, vəsaitdən kəsilmiş iki yarım dairəni götürürlər, bir-birinə yapışdırırlar, rəngliklə və yaxud da rəngli kağızlarla bir tərəfini sarı, bir tərəfini qırmızı eləyirlər və beləliklə top əldə eləyirlər. Eyni zamanda əşyanın şəklinə də baxıb hər hansısa hissəsindən ibarət olduğunu müzakirə etmək də mümkündür. Məsələn, göbələk, gövdə, papaqdan ibarətdir. Gövdə aşağıda, papaq isə yuxarıda yerləşir. Hər zaman olduğu kimi oyunun əlavə edilməsi şərtdir. Yəni oyun oynayaraq aplikasiya yerinə yetirə bilərik. Məşğələ zamanı vacib məqamlardan biri də uşaqların yapışdırma və üst-üstə qoyma üsullarının gözlənilməsidir. Yəni diqqətli olmaq lazımdır ki, uşaqlar bu işi düzgün etsin. Bunun bütün uşaqların görməsi üçün müəllim bu prosesi molbertdə və ya lövhədə göstərir. Və aplikasiya elementlərinin tədris tərəfindən elə bir ki, tərs tərəfindən ortasına yapışdırırıq, vururuq, lazımi yerləri yapışdırırıq. Molbertdə bilirsiniz nədir? Oxunan zaman bəzən sual yarana bilərdi. Hansı ki, rəsm çəkərkən rəssamların qoyduğu kağız olur üzərinə, taxtadan olur, həmin taxtanın üzərində şəkil çəkirlər. Həmin o çərçivəni qoyurlar, həmin o molbertin üstünə, başlayırlar onun üzərində şəkil çəkməyə. Həmin o taxtanı saxlayacaq dayanacaq olur, dayaq olur. Bax, ona molbert deyirlər. Lövhədə bildiyimiz lövhədir. Sonraki məşğələlər zamanı eyni nümayiş etmə prosesini uşaqların biri edə bilir. Bir çox uşaqlarda mənimsədikdən sonra yapışdırma ardıcılıqla göstərilməsi əvəzinə sözlə əvəzlənə də bilir. Sonra, orta qrupda aplikasiya nədir? Bu yaş dövründə uşaqların əl əzəlləri möhkəmlənir, hərəkəti daha dəqiq idarə olunur, tərbiyəçi müəllim uşaqların aktivliyini, əşyaya baxışı zamanı uşaqların əşyaya təsvir etməyini xahiş edir. Orta qrupda kəsim əlavə olunur. Baxın, artıq görürsünüz aşağıda şəkildə qayçı var və qayçı ilə də deyir kəsim əlavə olunur. Buna görə də əsas istiqamət qayçı ilə kəsim texnikasını mənimsətməkdir. Bax, artıq qayçı işə düşür. İlk mərhələdə tərbiyəçi müəllim qayçı necə tutmaq lazım olduğunu göstərir. Yəni 3 barmaq uzun hissəsinə, baş barmaq isə dairəvi hissəsinə daxil olur. Bax, aşağıda da yazıbdır. Sağ əlin böyük barmaqları halqaya keçirilir.
Bax, sağ əlin böyük barmaqları halqaya keçirir. İkinci barmaq aşağıda dəstək kimi rol oynayır. Üçüncü və dördüncü barmaq isə altdakı halqaya keçirilir və beləliklə qayçını istifadə etməyə, yəni özünə kəskin tərəfi də özünə tutmamalısan, qarşı tərəfdə olur və beləliklə kəsmə işini yerinə yetirmək olur. Bax, görürsünüz, baş barmaq dairə hissəsinə keçib. İşarət barmağı dayaq hissəsini oynayır, yəni onu açıb bağlamaqdan ötürü. Orta barmaqla digər üzük taxılan barmaq o uzun halqaya keçir və balaca barmaqla, axırıncı barmaqla dördüncü barmaqda dayaq hissəsini oynadı. Bu belə. Yəni bunu uşağa texniki olaraq, əyani olaraq göstərilməlidir mütləq şəkildə orta qrupdan etibarən. Müəllim kağız kəsimi göstərərək izah edir ki, sol ilə tuturuq kağızı, sağla da əlimizdəki qayçı ilə başlayırıq kəsməyə. Beləliklə də kağızı kəsmiş oluruq. Müəllim tədricən müxtəlif fiqurların kəsilməsini izah edir və göstərir bunları. Və misal üçün nə deyə bilər? İndi mən dördüncü kağızın içərisində oval kəsəcəyəm. Bunun üçün yavaş-yavaş künclərini yuvarlaşdıracağım və budur, oval hazırdır. Yəni ki, baxın, simmetrik kəsimlər var. Düzdür, asimetrikdir, simmetrikdir. Bax, görürsünüz, belə dalğalar var. Onları kəsməyi belə öyrədir. Məşğələ zamanı sözün rolu əvəzsizdir. Tərbiyəçi müəllim uşaqların bilik və bacarıqlarını arxalanaraq tapşırığı izah edərək göstərmir, müxtəlif suallar verir, onlar özlərini necə işləyəcəyini qeyd edə bilirlər. İşlərə baxış zamanı müəllim elə suallar qoyur ki, uşaqlar özlərinin səhvlərinin səbəbini səsləndirə bilirlər. Böyük qrupda aplikasiya. Böyük qrupda aplikasiya isə gündəlik həyatda olan əşyaların izlənməsinə yer alır. Məşğələ zamanı uşaqlar sorğusuz əşyaları müzakirə etməyi öyrənirlər. Böyük qruplarda əşyaların keyfiyyətinə, xüsusiyyətlərinə, müqayisəsinə, ölçü nisbətinə diqqət yetirilir. Yalnız çətin iş olduqda nümunələrdən istifadə olunur. Misal üçün, güllərə olan güldan illüstrasiyaları və güldanın formasına, simmetrik olmasına diqqət yetirilir. Kəsim priyomları və hər məşğələdə müəllim tərəfindən nümayiş edilmir. Bax, görürsünüz, edilmir. Daha çox uşaqların təcrübəsinə əsaslanır. Bəzi uşaqlar çətin məqamları izah etməklə dəvət edilir. Lakin yeni kəsim texnikası olduqda tərbiyəçi müəllim onu nümayiş etdirir. Məsəl üçün, qarmon. Qarmon şəklində qatlanmış kağızlar, misal üçün biz uşaq vaxtı yerpənək düzəldir deyə kağızları üst-üstə belə keçirib qarmon vəziyyətini alırdı. Bax, qarmon şəklində qatlanmış kağız üzərində yeni formaların kəsilməsi, müəllim öncə kağızı necə qatlamağımızı, daha sonra yeni formaların kəsilməsini göstərir. Hətta bir şey deyə bilərəm. Misal üçün, biz kağızları üst-üstə qatlayırdıq. Ən çox bunu yeni il ərəfəsində güya yeni bir kəsim bəzək düzəldirdi. Üst-üstə qatlayırdıq, sonra kağızları fərqli yerlərindən kəsildik. Kağızı belə açanda içərisinə fərqli naxışlar olurdu. Bax, onu da böyük qrupa aid etmək olar. Simmetrik kəsimlər kəsilir. Yeni aplikasiya hazırlanma priyomu mütləq nümayiş olunur. Məsələn, dekorativ iş zamanı kağızı cıraraq nahamar, tüklü fakturanın hazırlanması nümayiş olunur. Müəllim mütləq vurğulayır ki, aplikasiya zamanı qayçı istifadə olunmayacaq, ancaq barmaqlarla işləyəcəyik. Bir əlimizdə kağız tuturuq, digər əlimizdə böyük və ikinci barmağın kağızı kiçik barmaqlarla bölürük. Bu üsulla uşaqların maraqlı və əyləncəli gəlir. Sonra gəlir məktəbə hazırlıqda aplikasiya. Məktəbə hazırlıq qrupunda aplikasiya gündəlik işində hansı ki, tərbiyəçi müəllim müxtəlif əşyaları, odun, oyuncaqları, dekorativ tədbiqi sənət nümunələrini illüstrasiyalara baxış şəklini edərək onların xarakteri xüsusiyyətlərini qeyd edir. Məsəl üçün, oyuncaq tülküyə baxarkən müəllim onun formasını, rəngisini, ölçünü, belə deyim də, nisbətinə həm obrazının xüsusiyyətlərini diqqət yönəlir. Misal üçün, tülkü çox bilmişdi, cığaldı, hiləgərdi. Bu kimi sözləri deyir. Uşaqların beynində artıq hansı heyvandan danışıldığını bilir. Uşaqlara oyuncağın bir daha diqqətlə baxmağını və xüsusiyyətlərini tülkünün necə biruzə verməsi barədə danışmağını xahiş edir. Uşaqlar zahirən görünən xüsusiyyətlərin, obrazın xüsusiyyətlərini əlaqələndirərək bunları qeyd edə bilərlər. Tülkünün baş quruluşu uzun sovdu, qulaqları şaoquli və itidir.
Bədəni uzun sovdur. Quyruğu uzundur və nədir bu? Tülküdür. Aplikasiya zamanı uşaqların bunların yadına salır, işləri daha ifadəli, parlaq alınırlar. Uşaqların diqqətini obyektin təsviri və hansı ki ifadələrin xüsusiyyətlərini cəmləşir. Müəllim onların eyni vaxtda kəsmək, yollarını ümumiyyətlə iş mərhələləri haqqında düşünməyə təşviq eləyir. Uşaqlar daha çox aktivləşmək və onların müstəqilliyi inkişaf etdirmək vacibdir. Əziz müəllimlər, aplikasiya da bundan ibarət idi. Siz daha çox PDF-ə diqqət yetirsəniz, yəni dərinliyini oxusanız və sizə yazdırdığım qeydləri də diqqət yetirsəniz, zaten dərsi tam mənimsəmiş olacaqsınız. Mən də qeydlərdə hər birində testə düşən qaydaları yazdırmışam ki, sizə daha rahat olsun. Gələn səfər isə biz yapmanı keçəcəyik, amma siz hələ ki aplikasiyaya qədər izah elədiyim yerləri oxuyursunuz.